Demək uşaqlar, bu da həndəsənin əsas anlayışlarından bir-iki sual sizə izah edeyim. Demək, məsələn belə yazılıb birinci sual. AB-miz 12-dir, CB-miz 4-dür. AC-nı tapın. AC bərabərdir. Demək 12 santimetrdən, yəni AB-dən çıxacam CB-ni. O da bərabərdir 12-dən çıxacam 4. Eləyəcək 8 santimetr. Cavab C variantı. Sonra gələk 3-cü sualda. Bizə deyir ki, AOB bucağı 170-dir. Yəni bucağın hamısı 170-dir. AOC 90 dərəcədir. Düzdür, şəkildə onu göstərməyib, amma sözlə yazıb. Deyib COB-ni tapın. Onda bucaq COB bərabərdir. 170 dərəcədən çıxacam 90 dərəcəni. Eləyəcək 80 dərəcə. Cavab D variantı. Gəlirik 5-ci suala baxırıq. 5-ci sualda deyir ki, YMF bucağın bura 60'dır, bura 90'dır. Yəqin ki, YMA bucağı olar. Bu bucağı soruşar bizdən. Bura 90'dır, işarə var. Bura 60'dır, 150. Onda bura 30 qalır. Ya da EMN bucağını soruşursa 150 dərəcədir bizdə. Demək, cavab D variantı. Demək, bizdə YMN soruşurmuş, D variantı. 60'ın üstünə 90 gələcək. Baxın uşaqlar, bu 6-cı sual 9-cu sinifin buraxılış imtahanına gəlmiş sualdır. Nöqtələrdən neçəsi A düz xəttlərinə aid deyil. Bayaq mən izahda dedim, düz xətt üzərində ona aid olan və aid olmayan nöqtələr var. Burada 1, 2, 3, 4 dənəsi buna aid deyil. C variantı. Sonra 7-ci sualda deyir, qonşu ola bilər. Qonşu bucaqların cəmi 180 dərəcədir. Məsəl üçün, burada 70 ilə 80 olmaz. 100 ilə 70 də olmur, 170 olur. 122 ilə 60 da ola bilməz. Cavab burada A variantı olacaq. 82 ilə 98-in cəmi 180 dərəcədir. Ümumiyyətlə, bucaqların ikisinin cəmi 180-dirsə, həmin bucaqlar qonşu bucaqlardır. Sonra gəldik buradan 10-cu suala. AOB O şüası AOB-nin tən bölənidir. Tən böləndirsə, uşaqlar, demək, burada bu bucağı verib, buradan yaxşı görünmür. Bir dənə baxaq, yaxınlaşdıraq görək. 30 dərəcədir. Demək, 30 dərəcəli bucaq verib. Bura 30-dursa, demək, burada 30 dərəcədir. 30-un üstünə 30, 60 dərəcə. Cavab D variantı. Sonra gəlir buradan 13-cü suala. Deyir, YME parçası, bu parça X-sa, bilmirik nə qədədir. EN-dan 3 dəfə kiçikdir. Onda burada olacaq 3x. Bütöv M-nın parçası 4x-sa, bizdən nə EN-imiz 24-dür. EN 3x-dır. 3x bərabər 24-dirsə, x-imiz bərabər 8-ə. Demək, bizdən M-nını soruşur. M-dan N-nı hamısını. Cəmi 4x-dirsə, 4-ü vuracam 8-ə, eləyəcək 32. Cavab E variantı. Sonra gəlir 15-ə baxırıq. Deyir, fərqi 30 dərəcə olan qonşu bucaqları tapın. Düzdür, uşaqlar. İndi bəlkə bax, bu 85 ilə 95 də toplayanda 180 eləyir. Amma fərqi 30 olmalıdır. Burada fərqi 30 olan B variantıdır. 105-dən 75-i çıxanda 30 qalır. 105-in üstünə 75 gələndə 180 eləyir. Demək, cavab 15-ə B variantı. Demək, sonra gəlir burada baxaq, elə suallar işləyək ki, bir-birindən fərqli olan suallar olsun. Məsələn, 18-ə baxağım. AB paraleldir CD-ya. Və yaxud demişdik, uyğun bucaqlar, daxili çarpaz bucaqlar. Alfa 70-dirsə,
beta ilə alfanın cəmi 180 olmalıdır. 180 dərəcədən çıxacam 70 dərəcəni. Eləyəcək 110 dərəcə. Demək, betamız olur 110 dərəcə. A variantı. Sonra 22-ci sualda deyir ki, uyğun tərəfləri perpendikulyar olan iki bucağın biri digərindən 17 dəfə kiçikdir. Demək, uyğun tərəfləri perpendikulyardırsa, demək, əgər biri o birindən 17 dəfə kiçikdirsə, bunların cəmi 180 eləyəcək. Biri x-dırsa, biri olacaq 17x. Bunları toplayanda eləyəcək 180 dərəcə. 18x bərabər 180 dərəcəyə, x da bərabər 10 dərəcəyə. Kiçik bucağı tapırıq 10 dərəcə. C variantı. Sonra gəlir, bura baxırıq 24-də. Deyir P2 düz xəttidir. Alfa ilə betanın cəmi, alfa ilə qammanın cəmi beta olduğuna görə beta bucağını tapmalıyıq. Baxın uşaqlar, bunu ilə bunların x-in cəmi bərabərdirsə, 180-i böləcəm 2-yə, eləyəcək 90 dərəcə. Demək, bura 90 dərəcədirsə, bunların x-inin cəmi də 90-dır. Bizdən betanı sorur, 90 dərəcə. Sonra gəlir 28-də. Baxın, 28-də bunlar nə cür bucaqlardır? Uşaqlar, qonşu bucaqlar. Biz dedik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Demək, bura bucaq 2-dir. Burada bucaq 1-dir. Bucaq 1 üstə gəlsin bucaq 2 bərabər 180 dərəcə. Demək, 180 dərəcədən çıxacam 137 dərəcəni. Cavab eləyəcək 43 dərəcə. C variantı. İndi burada demək 30-cu suala baxıram. 1, bucaq 1, bucaq 3, 4, 2. Bunların 4-ünün cəmi tam bucağı verir. 300 eləyirsə, onda bucaq 3-ümüz də bərabər olacaq. 360-dan çıxacam 300-ü. 360-dan 300 çıxanda qalır 60 dərəcə. İndi 33-ə baxırıq. A, O, C bucağı 15 dərəcədir. C, O, B bucağı 20 dərəcədir. A, O, B-ni soruşuruq. 20 üstünə 15 gəldik, 35 dərəcə. Sonra AB parçası 5 bərabər hissəyə bölünmüşdür. MB arasındakı məsafə 5 yerə bölünübsə 1, 2, 3, 4, 5 deməkdir. AN-imiz nə qədər deməkdir? 1, 2 deməkdir. Demək, AN nisbətini tapırıq. MB, bağışlayın, MB nisbəti. MB nə qədərdir? 1, 2, 3, 4. 4 bölünsün. AN nə qədərdir? 2. 4-ü 2-yə böləm 2 olur. Cavab olur A variantı. Sonra gəlir burada uyğun tərəfləri paralel olan iki bucağın biri 50 olarsa ikinci bucağı tapın. Mən dedim biri 50 olarsa o birisi 50 və ya 130. Cavab bu variantı. Burada gəlin bu 38-i də yazaq. Burada deyir ki, BD şüası ABCD düz bucağından, baxın düz bucağı çəkirəm. A, B, C bucağı düz bucaqdır. BD çəkilib buradan. Düz bucağın onun 18-ə 5 hissəsini təşkil edən ABD bucağına ayrı. Bax, bura 18-ə 5 hissə deməkdir. Bizdən buranı soruşur. Bura 18-ə 5 hissəsə, uşaqlar, bura 18-ə 13 hissədir. Demək, 90-ı vuracam 18-ə 13-ə. İxtisara qədər qalar 5, 5-i 13-ə vuranda eləyir 65 dərəcə. Bunu başqa cür eləmək olar. 90 dərəcədirsə, 18-ə 5 hissəsini taparam. Burada qalır 5, 5-i 5-ə vururam 25. Sonra 90-dan 25-ə çıxaram.
O derece 65 derece. Eyni cevap verir. Prosto biraz yollar fərqli oldu. Sonra bunlardan demişik. Bunlardan da demişik. Bir de tembel. Bura baxarıq. İndi 51'ə. Demək, beta üstəgəl 20. Baxın, beta üstəgəlinsin 20 dərəcə. Üstəgəlinsin alfa üstəgəl 10 dərəcə bərabər 180 dərəcəyə. İndi alfa üstəgəl beta bərabər 20'nin üstündən 30, 180'dən 30 çıxanda edir 150 dərəcə. Cavab C variantı burada. Sonra bura yazıb ki, 120 dərəcəli bucağın tərəfləri arasından keçən şua onu 1-2 nisbətində 2 bucağa ayırır. Alınan böyük bucağın dərəcə ölçüsünü tapın. 52 də həmin şeydir. 155 dərəcə bucağın tərəfləri arasından keçən şua onun dərəcə ölçülərinin fərqi 15 dərəcədir. 15 dərəcə olan 2 bucaq. Demək, bunun qaydası nədir? 155'dən çıxıram 15 dərəcəni. Elir 140 dərəcə. 140 dərəcəni bölürəm 2 dərəcəyə. Elir 70 dərəcə. Bizdən nəyə soruşur ki, böyük bucağı tapın. 70'in üstünə 15 gələcəm. 85. Sonra gəlib baxaq bu yanlardan görək nə var, nə yox. Demək, bunlardan yazmışıq, burada yazdıq. Bunu da buna baxaq indi. Burada ABC nöqtələri kəsişir. FOD bucağı, bura 60 dərəcəli bucaqdır. Sonra bura 60'dır. Bizə deyir ki, COE bu bucaq çıxılsın. Demək, bura X-dır. DOB, hanı? DOB Y-dir. COI-dən bunu çıxanda verir 10 dərəcəni. Baxın uşaqlar, bura 60 dərəcədirsə, baxın bu bucaq 60'dırsa, burada 60'dır. Demək, X-dan Y çıxanda, 60'dan Y çıxanda 10 verir. Demək, Y-imiz 50'dir da. 50, burada 60, 110, burada qalır 70. A, O, F ilə də bunlar bir-birinə bərabərdir, 70 dərəcə. İndi 60 dərəcəyə baxırıq. 60-cı sualı. Baxın, istəsək uşaqlar, mən buradan bir dənə düz xətt çəkərəm. Buralar 100 dərəcə. Buradan da bir dənə düz xətt çəkirəm. Bu da paraleldir. Baxın, bağışlayın, 100 buradırsa 80 buradır. Onda burada 80'dir. 80'in üstünə 40, 120. Bura 60'dırsa, onda burada 120'dir. Demək, burada cavab oldu 120 dərəcə. C bucağı. Sonra gəlirik 65'ə. Alfa və A və B düz xətləri M nöqtəsində kəsişir. Alfa çıxılsın beta'dan fərqini tapın. Bunlar bir-birinə bərabərdirsə, yazıram alfa üstəgəl 10 dərəcə bərabərdir. Beta üstəgəl 20 dərəcəyə. Bizdən nəyi soruşur bu? Alfa çıxılsın beta'dan. Alfa çıxılsın beta bərabərdir 20 dərəcədən çıxıram 10 dərəcəni. O deyir 10 dərəcə. Cavab burada neçə dərəcədir? 10 dərəcə. D variantı. İndi 66'ya baxın. Düz xətt üzərində müəyyən sayda nöqtələr olunub. Diaqrama əsasən bunu tapırıq. Şuaların sayı, nöqtələrin sayı. N 10 dənə buradan şua var. Demək, neçə dənə nöqtə var imiş. N və şuaların sayı 2'dirsə, onu böləcəm 2'yə bərabərdir 5. M nə qədərdir? 20'ni böləcəm 2'yə, o da bərabərdir 10'a. K nədir? 4 böl 2 bərabər 2'yə. Cavab edir 17. B variantı. Bağışlayın, burada çıxaqdır burada. Demək, 5'in üstünə gələcəm 10'u 15, çıxacam 2'ni 13. Cavab A variantı.
Bunları toplayıb da, bunları toplayıb 20'nin üstünə 10 gəlirəm. 30, 30'dan 4 çıxıram. 6, yarıya bölürəm 13. Bu cürdə yazmaq olar. Demək, sonra bu paraqrafda alfa bucaqların növləri verilmişdir. Alfa, beta, gamma. Y-in ən kiçik tam qiymətini tapın, qammanın. Baxın, alfa 90 dərəcədən kiçikdir. Əgər biz qammanın ən kiçik qiymətini tapırıqsa, bu betamız 90'dır. Alfamızın da ən böyük qiymətini götürməliyik biz. Ən böyük qiymət də 89'dur. Çünki iki bucaq ondan ən böyüyü budur. Çünki biz qammanın ən kiçik qiymətini götürürüksə, alfanın ən böyüyünü götürməliyik. 89'un üstünə 90 gəlirəm. 179. 310'dan çıxıram 179'u. Bundan çıxmamız 1 onluq. 10'dan 9'un 1, burada qaldı 10. 10'dan 7 çıxma, 0'dan 7 çıxma olmaz. 10'dan 7'sini çıxanda 3, 2'dən 1'in çıxanda 1. Cavab elədi 131 A variantı. Sonra gəlir bucağa qonşu olan iki bucağın cəmi 250 olarsa verilən bucağı tapın. Onda uşaqlar bu 250'ni bölürəm 2'yə, eləyir 125. 125 dərəcəli bucaq demək qarşılıqlı bucaqlardır. Onda 180'dən də çıxıram 125 eləyir 55 dərəcə. İndi bəzi burada bucaqlarla da bağlı yazmaq olar. Baxın uşaqlar. Demək, bu bucağa baxın şəkilə. Burada mən demişdim ki, 43 dərəcənin üstünə gələcəm x-ı bərabər olmalıdır 70 dərəcəyə. Buradan da x də bərabərdir 70'dən çıxıram 43'ün. 27 dərəcə. X 27 dərəcədir. 81'də deyir ki, baxın uşaqlar, bunlar uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Əgər alfa ilə beta görürsünüz, x də iti bucaqdır. X də bir-birinə bərabərdirsə, demək alfa bərabər betaya, o da bərabər 30 dərəcə. 60'ı yarıya böldüm. Alfamız 30 dərəcədirsə, bura 90'dırsa x-imiz 60 olacaq. Çünki bura düz bucaqlı üç bucaqdır. Əgər betamız da 30'dursa, onda ilə 60'dan 30'u çıxanda 30 verəcək bunu. Sonra gəlir. Burada cavab oldu 30 dərəcə. İndi buradan baxaq qəribə biraz başqa cür tipli suallara. Bura 150'dirsə, bura verib 30 verəcək. Sonra deyir ki, BC şuası ABC bucağının ABD bucağının tənbüləndir. Bura 30'dursa, bunlar ikisi bir-birinə nədir? Bərabərdir. Bura 150'dirsə, burada 150'dir. Cəmsi ilə bura eləyəcək 75, burada eləyəcək 75. Bizdən B, C-nin 75 buradırsa, burada 30'dur. Eləcək 105. Onda burada neçə dərəcəyə qalacaq? Burada olacaq. Baxın uşaqlar, şəkili ayrıdan silim, mən çəkim. 150'dirsə, bura olur 30. Burada 30'dur. Buradan bura 150'dir. Baxın, paralel düz xəttdir. Bura ilə bura bərabərdir. Bax, bura ilə bura. İndi burada 30'un üstünə, burada 75 dərəcədir. 30'un üstünə 75 gəlirəm. Çünki burada 75'dir, tənböləndir. 105'dirsə, onda burada cavab olacaq 105 dərəcə. Burada 75'dir. Gəlin 73'ə baxalım. Demək, 73'də uşaqlar, bu x bucağı
bərabərdir alfa üstəgəl betaya üstəgəl qammaya. İndi mən bunları, bax, bunları keçirdən bu yana. Buradan x niyə bərabərdir? 120 üstəgəl alfaya. Buradan x niyə bərabərdir? 110 üstəgəl betaya. Buradan x niyə bərabərdir? 100 üstəgəl qammaya. Bunları tərəf-tərəfə toplasam 3x bərabərdir. 120, 110, 100. 220, o da 130. Elir 330. Yine ayrıdan hesablayaq. 330 dərəcə. Bərabərdir alfa üstəgəl beta üstəgəl qamma. O da x-a bərabərdir. Bura qoyuram x. 3x üstəgəl 330 dərəcə üstəgəl x-a. Keçirdirəm bu yana 2x bərabərdir 330-a. X də bərabərdir 165 dərəcə. 2-yə böləndə 165 dərəcə düşür. Belə bir cavab var. Var A variantı. Bax, bu da bu misalın həlli. Sonra gələyin, bu təm bölənsə bir-birinə bərabər eləyib yazmaq rahatdır. Burada nədir? Buna baxaq. Bunlar bir-birinə paraleldir. Bura 5x-sa, bu da 5x-dir. Bura 4x-sa, burada 4x-dir. Demək, uşaqlar, onda bura ilə bura bir-birinə bərabərdir. Demək, 9x bərabər olacaq 180-ə. Çünki x-in cəmi 180 eləməlidir. Bura 5x-dir. X də bərabər 20. Məsələn, cavabımız 20 dərəcə. Sonra demək, ətraflı tələb olunanlar var. Gəlin onlardan da biraz yazağım. Bunlar hamısı bir-birinə oxşayan misallardır. Təm böləndir, bu bucaqda hazır düsturdur. Bura baxırıq. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 40 dərəcədir. Əgər fərqi 40 dərəcədirsə, cəmi olacaq 180. Demək, x üstəgəl y bərabərdir 180 dərəcəyə. X çıxılsın y də bərabər 40 dərəcəyə. Bunları tərəf-tərəfə toplasaq, bunlar gedir. 2x bərabərdir 220-yə. X da bərabər 110 dərəcəyə. Demək, biri 110-dursa, o birisi də 70 olacaq. Demək, cavab 70 dərəcə. 109-a baxıq. Deyir, uyğun tərəfləri perpendikulyar olan iki bucağın dərəcə ölçüləri 2-3 nisbətindədir. Demək, uyğun tərəfləri perpendikulyar olan bucaqlar 2-3 nisbətindədir və cəmi də 180-dir. 2x üstəgəl 3x bərabər 180 dərəcəyə. 5x bərabərdir 180 dərəcəyə. X də bərabərdir 36 dərəcə. Böyük bucağı tapın. 3-ü də vuracam 36-ya. Necə 108 dərəcə. Deyir ki, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Bu bucaqların böyüyünü tapın. Bu da həmin bizim yazdığımız misallara oxşayır elə. İki düz xətt kəsişməsindən alınan bucaqlardan biri 20 dərəcə böyükdür. Demək, 20 dərəcə böyüksə, ikisinin cəmi onda 180 imiş. Y çıxılsın y də bərabər 20. Sistem təmin. Bunlar gedir 2x bərabərdir 200-ə, x də bərabər 100-ə. Bu bucaqlardan böyüyü elə 100 imiş, o birisi də 80 olacaq. Bunlar elə həmin bunlardandır. Gedirik 113-ə baxaq. 113 biraz böyük rəqəm. Böyük görkür çalışmalar, sizi çaşdırmasın. Elə həmin çalışmalardandır bu da. A, M, B. Bu bucaq verib bunu. Bir də P-ni bu. Qarşılıqlı bucaqlarda bunlar bir-birinə bərabər olacaq. Yazacağım 3-də 1x üstəgəl 30 dərəcə bərabərdir 2-də 1x üstəgəl 10-a. 3-də 1-dən 2-də 1-dən 3-də 1-in çıxanda eləcək 6-da 1x bərabərdir 30-dan 10 çıxanda 20-yə. X də bərabər 120 dərəcə. Bizdən hansı bucağı soruşur? Bu bucağı soruşur. Bax, bunu deyəsən. B-mı, N-ni.
X-in yerinə aparıb 120 qoysam, 3də 1-i 120-yə vuranda 40, 40-ın üstünə 30, 70. Demək cavab 110 qalır da. Çünki X-in cəmi 180 olmalıdır. Aparıb burada da yerinə qoysam eyni olacaq. 120-yi 2-yə böləndə 60-ın üstünə 10, 70 edir. 120 2-də 1-ə böləndə, yəni vuranda, 2-yə böləndə, 2-də 1-ə vuranda 60-ın üstünə 10, 70 dərəcə. Onda burada olur 110 dərəcə. Sonra 115. Uzunluğu 30 cm olan parça 2-3-5 nisbətində 3 hissəyə ayrılıb. Demək, 2x üstə gəl 3x, üstə gəl 5x bərabər 30-a. 10x bərabərdir 30-a, x də bərabər 3-ə. Baxın, parçamız 30 metrdir. 2-2-yə vuram, elə bir 6 cm buradır, təsəvvür eləyək. Burada 9 cm olacaq. Biraz uzadaq, burada 15 cm. Birinci parçanın sonu ilə, yəni buranın sonu ilə üçüncü parçanın ortası arasında. Bax, belə. 9-un üstünə gələcəm 7,5. Eləcək 16,5. Sonra 117-yə baxaq. Mən bu cür misalları yazanda bura x qoyuram uşaqlar, bura y qoyuram, burada z qoyuram. Daha rahat olsun deyənə. A, O, C. A, O, C, Z. Çıxılsın A, O, B, X. Bərabərdir 36 dərəcəyə. A, O, C, Z. Çıxılsın B, O, C. Yəni Y. Bərabər 48 dərəcə. Və bu tam bucağı verdiyinə görə Z üstə gəl X üstə gəl Y-də 360 dərəcədir. Sistem təmlik. Tərəf-tərəfə toplayanda Z, 3Z bərabərdir. X-la bu X gedir, Y-lə Y gedir. 36-ın üstünə 48 gəlib, onun üstünə 360 gələcəm. Bu eləcək 408, bununla bunu toplayanda. 36-nın da üstünə 8 gələndə eləyir 44. 444. X də, Z də bərabərdir. 1, 14-ü 3-ə böləndə 4, 4-də 3, 12, 2 çıxıram, 14-dən 12 çıxıram 2, 24-ü də çevrəndə 8, eləyir 148. Sonra gəlir 118-ci test. Alfa, beta qarşılıqlı bucaqlardır. Demək, bunlar bir-birinə nədir? Bərabərdir. Alfanın dərəcə ölçüsü demək 1x-dırsa 10% azaldırıq. Azaldanda 0,9x qalır. Bettanı isə 60% artırılarsa, bettamız bərabərdir 60% azaldılanda, artırılanda 1,6 eləyəcək. Çünki bunlar ikisi bir-birinin onsuz bərabərdir, ikisini də x yazırıq. Qonşu bucaqlar alınır. Yəni 0,9x üstə gəl 1,6x bərabər 180 dərəcəyə. Qonşu bucaq daxil. Demək 2,5x bərabər 180 dərəcəyə. X də bərabərdir 180-i böləcəm 2,5-ə. Bu daxili bölmə ilə bölsəm 180-i 25-ə böləndə düşür 7 dəfə. 175. Çıxıram 5, 52 dəfə. Cavab eləyəcək 72. Bizdən alfa üstə gəl bettanı soruşur. Mən alfanı x götürmüşdüm. 72-nin üstünə 72, 144. Cavab elədi 144. Baxın uşaqlar, bu da sonuncu tapşırıq idi. Ətraflı tələb olunanları demək olar ki, hamısını yazdım ki, sizə daha aydın olsun. Növbəti videoda görüşərək. İnşallah siz də baxın, digərlərini yazdığım misal nümunələrə baxıb yazın.
Növbəti videoda görüşərik. Sağ olun.